Azərbaycan İrandan ayrılsın. Bu fars siyasətçilərindən qopsun. Qopa bilərmi? Qopa bilər. Necə qopa bilər? Qurban verərək. Baxın, Quzey Azərbaycan, Şimali Azərbaycan, yəni hazırki Azərbaycan Respublikası. Biz 20 yanvar faciəsi yaşadıq. Biz qan tökərək müstəqilliyimizi əldə etdik. Kaş bunun daha sivil yolu olardı. Amma yoxdur. Güney Azərbaycanın da İrandan qopması üçün mütləq bir qurban verməsi lazımdır. Heç istəmərik kiminsə burnu qanasın. Amma gerçək budur. İran xoşluqla Güney Azərbaycana müstəqillik verməz. Gərək Güney Azərbaycan müstəqil olsun, o fars siyasətçilərinə xilas olsun ki, hər dəfə İran hansısa dövlətlə bir problem yaşayanda, o dövlət İrana bomba atanda, o bombalar Güney Azərbaycana da düşməsin. Güney Azərbaycan bizim öz canımızdır, öz qanımızdır, öz bacımızdır, öz qardaşımızdır. Bizim üçün Gəncə, Şəki, nə bilim Şamaxı, Bakı nədirsə, Ərdəbil də odur. Bizim üçün Urmiya da odur, bizim üçün Təbriz də odur. Heç bir fərqi yoxdur. Vətənin quzeyi, güneyi olmaz. Azərbaycan birdir. Güney Azərbaycan bizim canımızdır, qanımızdır, doğmamızsınız. Sizi hər zaman düşünürük. Allah sizi qorusun.